İradə xanım, belə bir şey var ki, 20'li yaşlarda biz o qədər də dəri baxımına üstünlük vermirik. Yəni bizdə elə çox ciddi problem də olmur. Amma vay o ki, 30 yaşlarımıza yaxınlaşdıq. Artıq biz də belə panika yaranır ki, yaşlanırıq, necəsə bu kollagen stimulyasiya eləməliyik və s. Baxım məhsulları ilə yaşlanmanın qarşısına keçmək mümkündürmü? Çox gözəl sualdır. Amma bura bir dırnaqarası bir söz demək istəyirəm. 30 yaşımızda çəkdiyimiz stresi 20 yaşında çəkmirik. Və bu dərimizə çox böyük əlaqəsi var, çox böyük təsiri var. Yəni ona görə hər yaşın öz xüsusiyyətləri var. Amma elə 20 yaşındakı xanım görsə də bilərəm ki, sizə kollagen istehsalı çox zəifdir. Bu bədəndən bədənə fərqi var. Bədən regenerativ xüsusiyyətini 25 yaşından sonra itirməyə başlayır. Bu da o deməkdir ki, daxilimizə qəbul etdiyimiz qidalar daxili orqanlarımızı ancaq qidalandırıb təmin edə bilir. Dərimizə gəlib çatmır. Ona görə də kənardan müdaxilə, kənardan kömək mütləqdir dərimizə. Burada da canlandırıcı, antioksidantlar dövrəyə girir. Sonra hamının dilində olan niacinamid, retinollar, kollagen, peptidlər və hazırda çox məşhur olan qlutazion kimi tərkiblər işlənib orta ərsəyə gətirilir.